Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə 13 iyun 2026-cı il tarixində təhsil ocağının son zəng tədbiri böyük təntənə ilə keçirilib. Bu ilki tədbir məktəb həyatında İkiqat bayram abavası ilə yadda qalıb. 11A və 11B siniflərinin məzun olduğu, eyni zamanda ibtidai təhsili başa vuran 4C sinif şagirdlərinin ilk uğurlarını qeyd etdiyi bu əlamətdar gündə məktəb heyəti həm vidalaşmağın hüznünü, həm də yeni başlanğıcın həyəcanını eyni anda yaşayıb. Gəncəğaz xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Mərasimdə məktəb direktoru Rəna Hüseynova, direktor müavini Nahid Fəracı, məktəbdən kənar və sinifdən xaric tərbiyə işlər üzrə təşkilatçı Ülviyə Şükürova, kimya laboratoriyasının rəhbəri Xuraman Qəmbərova, müəllim heyəti və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Hüseynova məzunlara xeyir duasını verərək onlara gələcək həyatında uğurlar arzulayıb. Əziz məzunlar, bugün sizin üçün bir dövrün sonu, lakin müstəqil həyatın başlanğıcıdır. Məktəb illəri ərzində qazandığınız biliklərlə yanaşı vətənpərvərlik və insanlıq dəyərlərini də hər zaman qoruyun. Yolunuz açıq, uğurlarınız bol olsun. Daha sonra söz sinif rəhbərlərinə verilib. Onlar da öz ürək sözlərini bildiriblər. 11A sinif rəhbəri Züleyxa Abdullayeva yetirmələrinə olan səmimi arzularını dilə gətirərək bunları deyib. Sizlər mənim üçün bir övlad qədər əzizsiz. Seçdiyiniz peşə yolunda məktəbimizin adını daim uca tutacağınıza inanıram. Qapımız da qəlbimiz də sizə hər zaman açıqdır. 11B sinifinin rəhbəri Təranə Əmraslanlı məzunlara olan xoş diləklərini bölüşərək bunları deyib. Əziz məzunlarım, bugün gözlərinizdəki işıq mənim üçün dünyanın ən böyük mükafatıdır. Hansı peşəni seçməyinizdən asılı olmayaraq hər zaman vicdanlı və ləyaqətli bir insan kimi qalın. Biliklərinizə güvənin, hər zaman zirvələrdə olun. 4C sinif rəhbəri Samirə Abdullayeva da şagirdlərinə müraciət edərək ürək sözlərini çatdırıb. Mənim əziz balalarım, siz artıq ilk böyük addımlarınızı atdınız. İbtidai təhsili başa vuraraq daha məsuliyyətli bir mərhələyə qədəm qoyursunuz. Arzu edirəm ki, ürəyinizdəki vətən sevgisi ömür boyu sönməsin. Hər zaman bilikli, əxlaqlı və mərd insanlar kimi yetişəsiniz. İnanıram ki, hər biriniz gələcəkdə ölkəmiz üçün çox dəyərli şəxsiyyətlər olacaqsınız. Yolunuz uğurlu, gələcəyiniz parlaq olsun. Tədbirin bədii hissəsində 4-cü sinif şagirdləri vətənpərvərlik ruhunda çıxış ediblər. Şagirdlər Azərbaycan bayraqları ilə səhnəyə mən fəxr edirəm ki, Azərbaycanlıyam musiqisinin sədaları altında daxil olaraq hər kəsin rəqabətini qazanıblar. Tədbirin sonunda günün qəhrəmanları 11A və 11B sinifinin şagirdləri milli rəqs nümayiş etdiriblər. Ardınca məzunların birgə hazırladıqları möhtəşəm flashmob tədbirə xüsusi rəng qatıb. Sonda çalınan son zəng isə məzunların həyatında yeni bir səhifənin açılışını simvolizə edib. Məzunlarımızı və ibtidai təhsili bitirən balacalarımızı təbrik edir, onlara parlaq gələcək arzulayırıq.